Salam əziz tələbələr, bu gün sizlə qeyri-aşkar operatorlar mövzusunda bir neçə test tapşırığı yerinə yetirəcəyik. Qeyri-aşkar operatorlar necə işləmək lazımdır, bunu öyrənməyə çalışacağıq. Ən birinci baxacağıq birinci sualımıza. Bu tipli suallar qarşımıza çıxanda ən birinci biz baxıb təyin etməliyik ki, burada iki simvoldan istifadə edilib, dairə və dördbucaq. Dairənin funksiyasını tapmalıyıq. Dairənin funksiyası görürük ki, ən sonuncusun əvvələ atmaqdır. Baxın, görürsünüz, 2-ni keçirdib əvvələ. 2 əvvəldə olub. Dairənin funksiyasını biz tapdıq ki, dairənin funksiyası sonuncunu əvvələ keçirtməkdir. Dördbucağın funksiyasına baxacağıq. Dördbucağın funksiyasında isə görürük ki, ilk ikisini sadəcə toplayır. İlk ikisini toplayır və sonuncunu olduğu kimi saxlayır. Gəlin bu tapdığımız üsulun 3-cü nümunə üzərində yoxlayaq ki, həqiqətən doğrudurmu? Və bu tipli test tapşırıqlarını işləyəndə bir ədədin hər iki tərəfində simvol verilibsə, həmişə ən birinci gələn simvolun funksiyasını yerinə yetirəcəyik. Daha sonra ikinci simvola baxacağıq. Görürük, dairə 183, dördbucaq 48-ə çevrilir. Gəlin, ən birinci dairənin funksiyasını yerinə yetirək ki, dairənin funksiyası biz demişdik ki, ən sonuncunu əvvələ atmaqdır. Dairə 183 olacaq 318 və dördbucaq olduğu kimi qaldı. İndi gəlin dördbucağın funksiyasını yerinə yetirək. Dördbucağın funksiyası nə idi? İlk ikisini toplayıb sonuncusunu olduğu kimi saxlamaq. 3 ilə 1-i toplayacaq 4, 8 olduğu kimi qalacaq 48. Daha sonra bizdən soruşulan hissəyə baxacağıq. Bizdən soruşulan hissədə birinci dairənin funksiyasını yerinə yetirəcəyik. Dairə 612 olacaq 261. Dördbucaq qalıb. Hələ dördbucağın funksiyasını indi icra edəcəyik. Dördbucağın funksiyasını da icra edəndə doğru cavabımız olacaq 81. Y variantı olacaq doğru cavabımız. Daha sonra baxacağıq ikinci test tapşırığına. İkinci test tapşırığını yerinə yetirəndə ümumiyyətlə burada biz bu tipli suallar qarşımıza çıxanda buna həm 49 kimi, həm 4 ilə 9 kimi baxa bilərik. Və birinci üçün hansı üslubu tapmışıq? Məsəl üçün bu simvolun funksiyasını tapmışıqsa, ikincisi üçün də eynisini tətbiq etməyi bacarmalıyıq. Birincidə fərqli bir üsulla cavab alaq, ikincisində fərqli bir üsulla cavab alaq ki, bu doğru bir üsul deyil. Gəlin birincisinə baxaq. 49-dan və yaxud 4 ilə 9-dan 36 alınır. Biz 4 ilə 9-dan 36 rahatlıqla ala bilərik. 4-ü 9-a vurarıq 36. Gəlin ikincisində tətbiq eləyək ki, doğrudur ya yox üsulumuz. 2-ni 5-ə vuracağıq 10. Deməli, tamamilə doğrudur. Daha sonra bizdən soruşulan hissəyə baxacağıq. 7-ni 8-ə vuracağıq 56. Biz burada verilmiş simvollardan birincisinin funksiyasını icra elədik. Bir dənəsinin funksiyası. Bir dənəsi hələ qalır. Daha sonra təkrar 5-i 6-ya vuracağıq 30. Doğru cavabımız olacaq B variantı. Daha sonra üçüncü sualımıza baxacağıq. Üçüncü sualı həll edərkən, ümumiyyətlə qeyri-aşkar operatorlar işləyəndə burada əlverişli rəqəmlər deyilən hissələr var. Mütləq və mütləq ona baxmalıyıq ki, bu da bizə vaxta qənaət eləməyə və sualın doğru cavabını daha tez tapmağa bizə kömək göstərəcək. Birincisində də hər iki cavab hissəsinə baxın. Sonda 4 və 4, 6 və 6. Burada biz çaşa bilərik də, hər ikisi eynidir. Amma üçüncü hissəyə baxırıq, bura daha əlverişlidir buradan cavaba getmək. Həmişə əlverişli rəqəm deyilən bir anlayış var qeyri-aşkar operatorlar işləyəndə ki, bunu baxmalıyıq. Doğru yerdən baxdıqda daha tez tapmaq mümkündür. Üçüncü hissəyə baxacağıq. Üçüncü hissəyə baxanda 16, 6, 16 simvol 6-dan 8, 3 və 10 alınıb. Bu görürük ki, 16-nın yarısı 8, 6-nın yarısı 3, 16-dan 6 çıxılıb 10. Gözəl. Gəlin, indi bu tapdığımız üsulu ikinci və birinciyə tətbiq eləyək. Əgər onlara da tətbiq eləyə biliriksə, deməli üsulumuz doğrudur. 18-in yarısı 9, 12-nin yarısı 6. 18 və 12-nin fərqi 6. 12-nin yarısı 6, 8-in yarısı 4. 12 və 8-in fərqi 4. Tamamilə doğrudur. Biz üçüncü üçün tapdığımız üsulubu həm 2, həm 1-ə doğru şəkildə tətbiq eləyə bildik. 12-nin yarısı olacaq 6, 10-un yarısı olacaq 5, 12 və 10-un fərqi olacaq 2. Doğru cavabımız C variantı. Dördüncü misala baxacağıq. Bayaqlar qeyd elədiyimiz kimi mütləq və mütləq əlverişli rəqəm. Baxın, bunu bayaqlarda dedik. 4 və 4-dən 8-i bir çox üslubda almaq olar. Ümumiyyətlə rəqəmlər balaca olduqda cavaba getmək daha çətin olur. Bir çox üsuldan cavab almaq mümkündür. Ona görə rəqəmlər daha fərq nə qədər böyükdürsə, bir o hissələrə baxaq və yaxud rəqəmlər nə qədər böyükdürsə,
o hissələrdən cavaba getməyə çalışaq. Məsəl üçün, yenə burada 3-cü hissədən baxacağıq. 10 və 22-dən 8 alınıb. Mən həmən fikirləşirəm ki, bu onun yerinə 30 olsaydı, 30-dan 22 çıxıb 8 alardım. Yəni 30-u necə alaram? Birinci tərəfi 3-ə vurmaqla. Bu 3 nədir deyəsiniz? Bu 3 xəyali rəqəmdir. Mən qeyri-aşkar operatorlar işləyəndə xəyali rəqəmlərdən istifadə etmək şansım var. Gəlin ikincisinə yoxlayaq ki, tapdığımız üslub doğru idimi? 5-i 3-ə vuranda 15, 9 çıxanda 6 doğru cavab, yəni doğru aldıq. Üslubumuz 2-yə də doğru şəkildə tətbiq edə bildik. Gəlin birincisi üçün yoxlayaq. 4-ü 3-ə vuracağıq 12, 4 çıxacağıq 8. Gəlin bizdən soruşulan hissədə cavabı tapaq. Birinci tərəfi 3-ə vuracağıq 9, ikinci tərəf 9-u çıxacağıq 0. Cavabımız olacaq A variant. Və bu test tapşırığı işləyəndə xəyali rəqəmləri. Xəyali rəqəmləri mən birinci tərəfi hər hansısa bir rəqəmə vurub, toplayıb, bölüb, ikinci tərəfə yenə 4 əməldən istifadə edib, çıxıb, toplayıb, bölüb, cavaba gedə bilərəm. Və yaxud hər iki tərəfi eyni anda eyni rəqəmə vurub, toplayıb çıxa bilərəm. Və yaxud birinci tərəfi müxtəlif, ikinci tərəfi müxtəlif bir rəqəmə vurub, 4 əməldən birini icra edib, cavaba gedə bilərəm. Daha sonra sizlə baxacağıq. 6-cı test tapşırığına baxacağıq. Bayaqları dediyimiz kimi, mütləq və mütləq qeyri-aşkar operatorlar işləyəndə bu misalların içində bir ipucu olur. Düzdür, hamısının olmasa da bəzilərinin içində ipucu olur. Necə? Məsəl üçün, cavabların hamısı mənim diqqətimi çəkir ki, mən bunu qarşıma çıxsaydım, necə işləyərdim? 36, 81, 49. Bunların hamısı kvadrat. Məsəl üçün, necə? 36 nəyin kvadratıdır? 6-nın kvadratı. 8 ilə 4-də mən 6-nı necə alaram? Toplayıb 2-yə bölürəm. Topladım, 2-yə böldüm. Elədi 6. Daha sonra 6-nı kvadrata yüksəltdim. Elədi 36. Gəlin ikincisi üçün yox tətbiq edək, doğrudurmu? 12 ilə 6-nı toplayırıq 18. Yarısı 9, kvadratı 81. 10 və 4-ü toplayırıq 14. 2-yə bölürük 7, kvadratı 49. 5 ilə 3-ü toplayacağıq 8. 2-yə böləcəyik 4, kvadratı 16 eləyəcək. Doğru cavabımız olacaq C variantı. Daha sonra 7-yə baxacağıq. 7-də görürsünüz, yenə baxın 81, 25, 144. Bunlar mənim diqqətimi çəkir ki, kvadratdır. Və görürəm ki, misal tipinə baxan kimi 5 ilə 4-ün cəmi 9, kvadratı 81, 4 ilə 1, 5, kvadratı 25, 7 ilə 5, 12, kvadratı 144. Bəs ikinci tərəf nədir? 1, 27, 8. 5 ilə 4-ün fərqi 1. Bu, bilmirəm, kvadratdır, yoxsa kubdurmu 1 alıb. Amma ikinci tərəfdə görünəcək. 4-dən 1 çıxacam 3, 3-ün kubu 27 olar. 7-dən 5 çıxacam 2, 2-nin kubu 8 olar. Deməli, yuxarıdakı da kubmuş. 6-nın üstünə 2 gələcəm, 8 kvadrat 64. 6-dan 2 çıxacam 4, kubu yenə 64. Doğru cavabım D variantı olacaq. 8-ə baxacağıq. 8 tipli test tapşırıqlarını icra edəndə yenə diqqətimizi çəkəcək 2 simvolun olması. Bunların funksiyaları ayrı-ayrıdır. Müxtəlif simvol yazılıbsa, müxtəlif işlər görülür deməkdir bu. 123 ilə 12-yə görə 3 balacadır. Və mən bunu işləyəndə ola bilər ki, buna 123 və 12 kimi baxasın. Amma ən birinci yoxlayacağım üsul bu olmasın. Ən birinci buna 1, 2, 3 kimi baxacağım. Çünki verilmiş cavab, verilmiş ədədlərə görə çox kiçik. 1, 2, 3, 123-ün rəqəm cəmi neçə eləyir? 6. 1, 2, 3-ü, 1, 2-nin rəqəm cəmi eləyəcək. 6 və 3-dən mən 3-ü necə alaram? Çıxaraq. 426-nın rəqəm cəmi 12, 124-ün rəqəm cəmi 7. 12-dən 7 çıxıb 5 ala bilərəm. Deməli, dairənin funksiyası nə idi? Rəqəm cəmlərin bir-birindən çıxmaq. Bəs kvadratın rəqəm cəmi neçədir? Baxacam. Kvadratda necədir üslub? 142-nin rəqəm cəmi 7-dir. 214-ün rəqəm cəmi 7-dir. 7 ilə 7-dən 14-ü necə alaram? Mən toplayaram. Deməli, kvadratın da funksiyası rəqəm cəmlərini toplamalıymış. Gəlin, bu 4-cü hissədə yoxlayaq ki, həqiqətən doğrudurmu? 816-nın rəqəm cəmi 15, 213-ün rəqəm cəmi 6, 15 və 6, 21 eləyəcək. İndi gəlin bizdən soruşulan hissədə bu tətbiq eləyək. 625-in rəqəm cəmi 13, 213-ünki 6 və kvadratın funksiyası rəqəm cəmlərini toplamaq idi. 13 və 6, 19 eləyəcək. 19, ortada bu qara dairə var hələ. Onu həll etməmişik, qara dairəni yazacaq. Gəlin, ikinci mötərizəni həll eləyək. 184-ün rəqəm cəmi 13, 271-in rəqəm cəmi 10. 13 dairənin də funksiyası rəqəm cəmlərinin bir-birindən çıxmaq idi. 13-dən 10 çıxacam, 3. Daha sonra dairənin funksiyasını demişdik ki, rəqəm cəmlərin bir-birindən çıxmaq idi. 19-un rəqəm cəmi 10, həmən 10-dan 3 çıxacam, 7. Doğru cavabımız olacaq Y variantı. Daha sonra 9 tipli misala baxacağıq.
9-da görürsünüz 2 işləm görülüb. Bu 1025 kimi də buna baxa bilərik. 10 və 25 kimi də buna baxa bilərik. Mən görürəm ki, 5-i 2-yə vuranda 10, kvadratı 25, 7-ni 2-yə vuranda 14, kvadratı 49, 9-u 2-yə vuranda 18, kvadratı 81, 4-ü 2-yə vuracam 8, kvadratı 16 eləyəcək. Doğru cavabımız D variantı olacaq. Və burada 1025-in özü kimi də və yaxud 1449 kimi də baxa bilərdi. Daha sonra 11 tipli tapşırığa baxacam. Mən 11-ə baxanda mənim diqqətimi nə çəkir? 4 və 5, 36 və 45, 2, 8, 20 və 80, 3, 7, 30 və 70. Mən görürəm ki, burada məsəl üçün 10-a hər iki tərəfi, həm birincini, həm ikincisini vursaydım 30 və 70 alardım. İkincidə 10-a hər iki tərəfi vursaydım 20 və 80 alardım. Burada isə 9-a vursaydım 9-a hər iki tərəfi 36 və 45 alardım. Burada birincisində də 10 olsaydı, deyərdim ki, sadəcə şablon olaraq 10-dan istifadə edib, xəyali rəqəm kimi hər iki tərəfi vurub cavab hissəsini yazdım. Amma görürsünüz 9, 10, 10-dan istifadə ediblər. Bəs bu 9, 10, 10 niyə yazılıb burada? Sadəcə bunların cəmiymiş sonra görürəm ki, 4 ilə 5-i toplayıb 9 eləyir, 2 ilə 8 10, 3 ilə 7 10. Yəni toplayır, sonra birinci tərəfi vurub birinci hissəyə, ikinci tərəfi rəqəm cəmlərinə vurub sonuncu hissəyə yazır. Gəlin yenisini burada tətbiq edək. 3-ün 6-nı toplayacağıq 9. 3-ün 6 eləyəcək 9. 9-u 3-ə vuracağıq 27. 9-u 6-ya vuracağıq 54. Doğru cavabımız C variantı olacaq. Daha sonra baxacağıq 14-cü misalımıza gəlin baxaq. 14-də 3 və 5 yazılıb. Buna 3 onda 5 kimi yox. 3 və 5 kimi, 7 və 8 kimi yanaşacağıq. 2 və 6 4 ilə 5 kimi yanaşacağıq. 5 ilə 4, 2 ilə 3 kimi yanaşacağıq. Mənim diqqətimi nə çəkir? Birinci tərəflər 3 ilə 7 burada 10 yazılıb. 5 ilə 8 40 yazılıb. Ən birinci yoxlayacağım şey 3-ü 3 ilə 7-ni toplamaq. Yəni birinci tərəfləri toplayıb ikinci tərəflərin hasilinə baxmaq olacaq. Gəlin ikincisini də yoxlayaq. 2 ilə 4-ü toplayacağam 6. 6 ilə 5-i vuracam 30. Gəlin bizdən soruşulan hissələri tətbiq edək. 5 ilə 2-ni toplayacağam 7. 4-ü 3-ə vuracam 12. Daha sonra 15 tipli misala baxaq. 124-ü görürsünüz. 124-ə görə 8 balacadır. Bayaqlarda bunu demişdik ki, belə olduğu halda ən birinci rəqəmlər 124 kimi yox, 124 kimi baxaq. 1-2-4-dən 8-i necə alaram? Bir-birinə vuraraq, hasillərinə baxaraq 8 ala bilərəm. Və 4-2-2-dən 16 hasillərinə baxaraq ala bilərəm. 3-5-1-dən 15 bu üsulla almaq deməli tamamilə doğrudur. Hər üstünə tətbiq edə bildik tapdığımız üslubu. Gəlin sonuncu bizdən soruşulan hissəyə tətbiq edək. 411-in rəqəm hasilinə baxacağıq ki, bu da 4 edəcək. Daha sonra 16-ya baxaq. 16-da mən necə fikirləşəcəm? 7 ilə 8-dən 41 alınıb. 7 ilə 8 41-ə getmək üçün mütləq bunlar böyüyüblər. Burada çıxma və bölməni hələlik qoyuram bir qırağa, vurma və toplamadan istifadə edəcəm. 7-ni 8-ə vuranda 56 edir. 7-ni 41 ala bilmədim. 7-ni 8-ə toplayanda 15 alınır. İndi görəcəm ki, 56-dan 15 çıxsam, mən 41 ala bilərəm. Yəni, burada indi nə demək istəyirəm sizə? Bu, ümumiyyətlə, qeyri-aşkarı işləyəndə mütləq və mütləq yazmaq lazımdır. Bu düzdür, bəzi misallar var ki, onu şifahi şəkildə tapa bilərik. Çox bəsitdirsə, məsəl üçün 15 kimi. Amma məsəl üçün gördük ki, biraz vaxtımız aparır, mütləq və mütləq yazaq. Yazmasaydıq, həmən imtahanın stresi olsun, biz çox sual işləmək, yorğunçuluq olsun, bizə bunu şifahi şəkildə düşünəndə ola bilər ki, beyin algılamasın. Biz həmən onu doğru versiyasını fikirləşə bilməyək ki, cəmindən, hasilindən cəmini çıxmaq lazımdır. Amma yazsaq biz bunu görəcəyik. 56 ilə 15-i görsəm 41-i ondan ala biləcəm. Ona görə qeyri-aşkar operatorlar işləyiriksə, mütləq və mütləq qaralama hissəsindən qaralamadan istifadə edək, yazaraq tapmağa çalışaq. Burada daha tez tapacağıq. Və ümumiyyətlə qeyri-aşkar operatorlar işləyəndə imtahanda bir çox imtahan növündə, proqramda olan mövzulardan biridir bu qeyri-aşkar operatorlar və daha çox tapmaq dursun bir yana vaxt aparır. Vaxta hesablanmış suallardır ki, bizə çox vaxt problem yaradır vaxt olaraq. Bunu da o vaxt məsələsini necə idarə eləmək olar? Daha çox sual işləyərək vərdiş halına gətirməklə. Gəlin, indi digər suala baxaq. 9 ilə 5-dən 31 alınıb. Bu necə olacaq? 9-u 5-ə vuranda 45.
Cəmi 14, 45-dən 14 çıxanda 31. 8 ilə 3-ü vuranda 24. Hasilinə baxırıq 11. 24-dən 11 çıxanda 13. 6 ilə 7-ni vuranda 42. Cəmi isə 13. 42-dən 13 çıxanda 29 olacaq. Doğru cavabımız D variantı olacaq. Daha sonra sizlə baxacağıq. Fərqli bir suallara baxaq. Məsəl üçün 16-cı suala sizlə baxacağıq. 3 ilə 2-dən 23 alınıb. 3 ilə 2-yə görə 23 çox böyükdür. Necə olacaq? Mən necə hesablayacağam bunu? 3 və 2-ni həm hasili ilə cəmini belə toplayanda 23-dən 2 faydadır, balaca edir. O zaman nə edəcəm? Burada kvadrat və kub məsələsindən istifadə edəcəm. 3-ün kvadratı fikirləşəcəm, 2-nin kvadratı yenə olmadı. Daha sonra 3-ün kubunu fikirləşəcəm. 3-ün kubu neçə eləyir? 27. Ha, 27-dən geriyə qayıtmaq lazımdır 23-ə. Nə qədər? 4. 4 nədir? 2-nin kvadratıdır. 4-ün kubu neçə eləyəcək? 64. 64-dən 28-də geriyə qayıtmaq lazımdır. Nədir? 6-nın kvadratı 36. Çıxanda 28 eləyəcək. Eyni üslubu bizdən soruşulan hissəyə tətbiq eləyəcək. 2-nin kubu 8 eləyəcək. 1-in kvadratı 1 çıxacaq. Doğru cavabımız olacaq 7. Növbəti videolarımızda yenə sualları, fərqli qeyri-aşkar tipli suallara baxacağıq. Görüşmək ümidi ilə.